Niyə onu deməməliyəm də bir-birimizə yaxşı deməyə? Ölüb gedəndən sonra hay mənim dalımıza dinən o əla oğlan idi. Bəzən deyirlər ki, Füzuli, Nəsimi, Nizami söz mülkünü fərq ediblər. Artıq söz yazmağa belə ehtiyac yoxdur. Amma görürsünüz, bizim o Buqar kimi necə sərraflarımız ortaya çıxdı. Bəli. Yox, Yəni, bizim çağdaş... Mən onları əsasında tərəziyə qoymuram. Yox, tərəzi deyəndə yox. Müqayisə eləmirik biz. İstər Füzulidən tutmuş, Nəsimidən tutmuş, yəni o klassikləri sən deyirsən, mən onların hər birine təkəbbürlü olmasına, mən onların hər birini əzbər bilirəm. Heyrət eybi surətin görcəyi lal eylər məni, istər Nəsimidəki o odur, səni bu hüsn-i camali, bu kəmali ilə görüb, qorxdular həq deməyə, döndülər insan dedilər və Vüqarın yazdıqları Allah o dünyasını versin və Vüqar kimi bir çox çağdaş dövrümüzdə meyxanaçılar var, söz ustaları var ki, mən demirəm ki, Nizami ilə müqayisə eləyirəm, Nəsimi ilə müqayisə eləyirəm, mən sənin fikrini yaxşı başa düşürəm.